kifayət qədər fərqli obrazlar oynaya bilərsiniz, amma rejissorlar mı güvənmir sizə, yoxsa? Bu doğrudan mənim özümə də maraqlıdır. Yəni siz bu nöqteyi nəzərdən işləmisiniz deyə rahat indi belə təsvir edə bilirsiniz məncə. Yəni hər aktyor gətirib o sonluğu harda bitirəcəyini bəlkə də bilmir. Mən istəyirdim o bir qaradaş olsun. Amma ürək formasında. Körpünün o tayında çəkilən aktyorlar daha çox parladılar, nəinki Amil Qasımov. Amil Qasımov kölgədə qaldı. Mən elə oynayacağam ki, mən parlamayacağam. Polis obrazında Hikmət Rəhimov axtardı. Siz o düşüncəni dəyişdirə bildinizmi sizə görə? Şansın məni seçməsinə mən heç vaxt icazə vermirəm. Salam, 200 gəl birə xoş gəlmisiniz. Bugün qonağımız aktyor Amil Qasımovdur. Xoş gəlmisiniz Amil bəy. Təşəkkür edirəm. Xoş gəlmisiniz Amil. Çox xoşdur sizi burada görmək. Amil bəy, Amil Qasımov kimdir sualına müsahibələrin birində Allah bilir deyə cavab vermisiniz. Niyə belə özgüvənsiz cavab? Ola bilərmi o cavabdan irəli gələrəkdən sənət körpüsünün o tayından bu tayına keçə bilmirik? Çox dolaşıq sual oldu. Amma mən xatırladım hardan sual verdiyinizi. Məncə burada özgüvənsizlik yox, elə özünə güvənin bir cavabı idi ki, Allah bilir. İnsan özü bilməməlidir o kimdir. Məncə bildiyi bir gün məlum olur ki, sən demə o düz bilmirmiş, sən demə o heç bilmirmiş. Ona görə tapşırırsan özünü bilənlər bilənə, sonra gəlib işinlə məşğul olursan. Yaxşı, bəs Amil Qasımov kimdir ümumilikdə? Füzuli kişinin oğlu, yox teatrının sənətçisi. Məncə yaxşı cavabdır. Biraz fəlsəfəyə getdi amma. Məncə çox sadə. Yəni ciddi bir obrazınız var elə həyatda da eləsiz, yoxsa ekranda məsəl üçün son izlədiyiniz serialda belə bir imiciniz var? Yəni nə qədər yaxın? Səmimi deyim də olar. Təbii ki. Bizdə söhbətlər ancaq səmimi olur. Mən kimlər üçünsə necə görünürəm onu deyə bilmərəm. Amma mən özüm üçün çox gülməli bir adamam. Çox da əyləncəli bir adamam. Çox da həmli bir adamam. İndi o hardasa nəsə belə rəngdə, belə şeydə görünürəmsə onu deyə bilmərəm. Və indi həyatı soruşdunuz da. Yəni həyatda belə. Həyatda əyləncəli insansınız. Sonsuz dərəcədə. Yəni Amil bəy, bəs bu oynadığınız böyük ekranda deyək obrazlar quru və sərtdilər. Yəni bunları oynamaq sıxıcı gəlmirmi bir yerdən sonra? Yəni potensialınız kifayət qədər böyükdür. Kifayət qədər fərqli obrazlar oynaya bilərsiniz, amma rejissorlar mı güvənmir sizə, yoxsa nə baş verir? Onu rejissorlardan soruşmaq daha doğru olar. Yəni sizin düşüncəniz də maraqlıdır. Yəni bütün sualları onun bunun üstünə atmayaq. Yox, yəni ki, bu çox yaxşı anlayıram sizi, amma görünür mən də bu məsələlər barədə bir xeyli düşünmüşəm. Nə mənimdir, nə mənim deyil. İnsan o zaman bitkin danışa bilir ki, o onundur. Onun olduğunu bildiyi şeyləri danışanda da onsuz da axıra qədər nəyisə deyə bilmir. Bu da bir növ ola bilsin onun əxlaqına bağlıdır o insanın, ola bilər onun özəl tərbiyəsinə bağlıdır. Orada da bir məsələlər var. Hər hansı halda bu bir əxlaq məsələsidir. Amma qaldı ki, o quru, sərt məsələsi, bu doğrudan mənim özümə də maraqlıdır. Çünki mən düşünürəm ki, mən həyatda elə deyiləm. Əgər bu sizə, mənə çox maraqlı gəldi, əvvəlcə onu deyim, sizin fikriniz. Çünki bu birinci dəfədir məsələn mənə deyilib. Amma çünki mənim özümün düşündüyüm bir şey, yəni əgər hamısından belə qənaətdəsinizsə, ona cavabım başqa cür yəqin ki olar. Amma məsəl üçün konkret hansısa bir filmdən danışırıqsa, bilmirəm indi hansı işimi deyirsiniz.
belə deyə bilərəm də, mən daha çox desəm ki, özümə bənzəməyən rollar oynamaq falan. Amma nə qədər ki bunu çalışıram, həmişə mənə günahlandırırlar ki, elə hamısı özünə bənzəyir. Yəqin ki, özümdə də sizin dediyiniz o quruluq falan var. Amma belə deyim də, bax, məsəl üçün, bizim son işimizdə indi lap hamıya daha yaxın, daha tanış olan Tilov serialındakı da təbii ki, mənə daha çox, bilirsiniz, belə sıradan iş prinsipi maraqlı gəlmir heç vaxt. Mən, məsəl üçün, indi vaxtınızı çoxalmayayım deyə deyim də, mən o rolu hazırlayanda, təbii ki, mən nə nazim, nə filan kəs, nə filan kəs, mən sadəcə gözümü yumub, bu bir polisdir. Polis. Mən bu polis personajını, rolunu sanki belə də bir dünyaya belə bir sataşmaq kimi ki, ay Amerika, şeydir, sən belə demokrat zad belə şeylər göstərirsən, öz polis, deyək ki, məmurun vasitəsilə filmlərdə filan. Yəni, çox da şey eləməyin, Amerikan polisi deyə bir... İstəsək, bu arada elə bir şey var, elə bir büt var. Yəni, bizdə də var, İndi hələ gör məni bu ən belə, deyək ki, hələ mən bunu oynayıram, bu, məsəl üçün, insanlar tərəfindən mən belə başa düşürəm ki, təbii, bilmirəm bu nə qədər mənimdir, nə qədər mənim deyil, amma yəni insanların o nazimə, deyək ki, bir sayğısı əmələ gəlir. Hələ gör bunu filan kəslər oynasa, bu nə ola bilər? Sayğısı və Polis sevgisi. obrazı dəyişdi sizin simanızda deyərdim. Oralara çox getmək istəmirəm, amma qısaca bir şey deyə bilərəm ki, yəni, bax, ora qayıdıram ki, mən bunu hazırlayanda düşünürdüm ki, bunun forması nətər olsun, necə olsun, harası mənə oxşasın, harası filan şeyə oxşasın, harası filan belə. Mənim üçün elə bir, bax, düşünürdüm ki, mən bundan elə bir şey hazırlamalıyam ki, bu bir, mən istəyirdim o bir qaradaş olsun, amma ürək formasında. Və o daş söhbət eləyə bilsin adamla, o daş amma laldır. Ola bilər sizə qəribə gəlsin, amma mən bunu bütün o peşə şərtlərinin meyarlarını da orada yerləşdirəndən sonra filan bütövlükdə, yəni mənim bunun bir mənəvi anlamda bunun forması nədir, adı nədir, famili nədir deyə düşünəndə özüm üçün, yəni bu mən özüm üçün, bunun kiməsə aidiyyəti yoxdur, mən bunu kiməsə deməmişəm, mən bunu oynayacağım. İndi sizin üçün onu bir bölüşürəm ki, yəni suala görə. Belə düşünmüşdüm, ola bilsin o quruluq filan oradan gəlir, amma məsəl üçün, indi onu mən deməyəcəm, deyə də bilmərəm, yox, deyə bilmərəm. Bəlkə də siz duya bilərsiniz o harasında, hansı yerində nə ola bilər, nə? Amma olur da hərdən bir dənə o yöndəmsiz bir daşın içindən o çat verir, oradan bir gül çıxır. O da, məsəl üçün, rəssamlar da bitirəndə belə bir imza olur da, bütün sənət şeyində var axı imza. Onu da mən özüm üçün orada bir yer təyin eləmişəm kimsəsini. Bax, burada mən yöndəmsiz bir imza atacağım, olsun mənim imzam. Gizlədəcəm orada, üstünü örtəcəm, heç kim görməsin. Məncə çox qəşəng, gözəl təsvir elədiniz rolu, yəni nazim obrazını və aktyorun öz rolu üzərində iş. Təbii o böyük bir... Mən anladım, çox gözəl təsvir elədiniz. Yəni, əsas ona ki, bax, o özümə maraqlıdır. Çünki bunu mənə heç kim deməyib və çox maraqlı gəldi mənə ki, bu mənim içimdə gizlətdiyim bir şey olub. Hansı ki, onu açmaq olmaz, daha filmdə gelib də. Məncə elə ona görə səmimi alınıb. Mən düşünürəm, nazim obrazı çox səmimidir. Əvvəldə o quruluq, soyuqluq və müəyyən məqamlarda o hisslərini açır. Biz gerçəklik həmişə deyirlər də, bu mənim üçün heç vaxt maraqlı olmur. Mənim üçün ən böyük gerçəklik oyundur. Oyun yoxdursa, orada hər şey saxtadır. Hansı ki, bir çox insanlar ona səmimiyyət deyir, mən onu belə
nə olan şeydir mən anlamıram. Oynamaq varsa, həyat var, Aktyor səmimiyyət var, gözü ilə baxırsınız. dürüstlük var. Hə, mən oynamaqdan istifadə demirəm, ha, gerçək oynamaq. Təbii. Buna görə mən ümumiyyətlə çalışıram ki, birinci növbədə təbii ki, o peşə şərtlərini sən dürüst bilməlisən, ona əməl eləməyi bacarmalısan, onu işlətməyi, işi və tətbiq eləməyi sən ustacasına bacarmalısan ki, sən birinci olasan peşəkar. Hə, indi o peşəkarlıqda məsəl üçün xeyli qüsurları olan insan gəlir deyir ki, mən məsələn sənətkarım. Elə bir şey eşitməmişəm, amma məsəl üçün də ola bilər. Kimsə deyir, orada onu başa düşür. Elə bilirəm ki, o mənəm, məsəl üçün. Mən deyirəm ki, saxla görək. Sən hələ bir nə vaxt peşəkar oldun ki, peşənin biləni oldun ki, hələ bir keçdin o bir mərhələyə, sənətkar oldun, nə bilim nə. Çünki o fantastik bir şeylər. Bu məqamda bir sual mənə maraqlıdır. Sual deməyək, belə fikir. Məsələn, çox vaxt aktyorlar deyirlər ki, filmdə bir obrazı canlandırmaq daha rahatdır. Çünki əvvəlini, sonunu bilirsən. Serialda biraz çətindir. Düz indi Tilov serialında yəni əvvəldən bilinirdi ki, neçə seriya çəkiləcək falan. Amma bu ardıcıllığı aparmaq aktyor üçün böyük yükdür. Yəni siz bu nöqteyi nəzərdən işləmisiniz deyə rahat indi belə təsvir edə bilirsiniz məncə. Yəni hər aktyor gətirib o sonluğu harda bitirəcəyini bəlkə də bilmir. Bəli. Bax, yəni peşəkarlıq elə buradan gəlir. Yəni mən elə işləməmişəm. Ona yox deyirəm. Amma çox doğru deyirsiniz ki, bu belə olur da. Yəni aktyor işi deyir, əvvəldən sonra işimin adını bilir, rahat işləyir. Hə, misal üçün biraz mən onu utanıram deməyə ki, mən anlayıram o nə deməkdir. Mən anlayıram o aktyor niyə onu istəyir. Bax, düşünün də, təsəvvür eləyin, siz mənlə danışmamış. Mən deyirəm ki, qoyun görün mənə suallar hazırlamışsınız. Baxın da. Nə qədər o maraqlıdır. Bəri başdan mən özümə eləyəcəyim sürprizləri, bəri başdan çox nadir hallarda baş verir də bu. Sənin özünlə, öz düşüncənlə, öz dünyanla tək qalacaq bir fürsətivin qabağını alırsan. Mən indi bura gələndə mən bilmirdim axı nə danışacağam. Özümə maraqlı görüm mən özüm üçün nə hədiyyə eləyəcəm özümlə, məsəl üçün. Filan fikrim niyə belə sərt alındı, filan. Bu olsun da mənim olsun. Təbii. Bu məqamda belədir. Yəni o mənada. Bax o işdə də mənim üçün ona gətirirəm ki, peşədə də biz əlbəttə Yuğ teatrında Allah qəni rəhmət eləsin müəllimə. Yəni onun bütün tələbələri də, bütün şagirdləri də, yəni sistemli işləmək deyə bir şey var da, sistemli. Hər bir məsələnin konseptual həlli olmalıdır. Vaqif müəllim Vaqif İbrahimoğlu'dan söhbət gedir, Yuğ teatrının yaradıcısı, bizim müəllimimiz, böyük insan. Ruhu şad olsun, buradan da ruhuna salam olsun. Bəli, hər birimiz ondan müəyyən bir, yəni öyrəndiklərimiz həyatımızın sonuna qədər tək sənətdən getmir söhbət. Yəni başqa, yəni ümumiyyətlə həyatda nələrsə öyrənmişiksə bizə həmişə kömək olur. Vaqif müəllim elə işləyirdi, amma indi yəni nəyə gətirirəm? Mən də onun yaratdığı məktəbdə özümü hələ ki məzun hesab edirəm, belə də. Bəlkə tələbə daha yaxşıdır. Hə. Yəni ona görə deyirəm ki, mənim üçün forma, yəni hekayə, bu hardan hara getdi, bu artıq əvvəllər olur da ki, yəni mənə də maraqlı gəlir ki, mən bilim də bunu nə necə. İndi artıq o mənə maraqlı deyil. Çünki müəyyən məqamlar olub da, baxmısan ki, sən o şeyləri ciddi alırsan və hər şeyi ora yerləşdirirsən. Sonra onu elə qəşəng kəsib doğrayıb, darmadağın eləyirlər ki, sən qalırsan belə ki, mənim hazırladığım bu deyildi, amma olsun. Demək ki, nədir? Elə yerinə sən əl qoyursan ki, ora Allahdan başqa heç kim girənməz, heç o da öz, belə desək, abrından girməz ora. Bu nədir? Bu bunun enerji partiturasıdır, enerji qatıdır. O enerji ki, orada sən
hər şeyi öz tərcihlərindən, öz istəklərindən, öz arzularından orada quraşdırsan, muncuq kimi düzürsən. Təbii mən demirəm ki, orada mən belə, yəni çox maraqlıyam elə işləməyə, onu öyrənməklə məşğulam. Və bu sonsuz dərəcədə əyləncəlidir, sonsuz dərəcədə insanı məmnun, xoşbəxt eləyən bir yoldur, mən belə hesab edirəm. Çünki sonra oturub baxırsan, deyirsən ki, hə, bax, heç bir şeyinə barmaq da toxundura bilməyiblər. Heç onlar hərçənd ki, o şeyə baxanda ayrı ad qoyurlar. Amma onlar bilmirlər ki, o deyil, budur. Onu bir dənə mən bilirəm. Hə, o kimsə qıraqdan kiməsə o həqiqətən mən özüm bunu məsəl üçün çox maraqlıdır mənə təcrübə eləmək. Filan nöqtə, filan yəni bir qayda olaraq bu bir sevgi kimi çatmalıdır tamaşaçıya. Ha, burası bir balaca şübhə yaratmalıdır. Burası bir balaca küskünlük, burası yazıqlıq. Çünki mən yəni bu mənim işimdir. Hansı ki, ora heç kim müdaxilə eləyə bilmir. Təbii ki, ora biraz üstünlük təşkil eləyəndə nədəsə, indi rejissora əgər o mane olursa, o çünki tərəflər də var. Çünki o elə bir dalğadır ki, o hər şeyi partlada bilər. Sən belə oynamalısan, o deyər ki, belə deyil, belə deyil. Gərək onunla da elə bir, yəni rejissor, aktyor elə bir sövdələşsin ki, həmin o hekayə, onun altı nədir, üstü nədir, canında nəyi daşıyır. Bu çox vacib şeylərdir. Amil bəy, Tilovdan öncə sizin daha geniş kütləyə açıq olan Körpünün o tayı serialı oldu. Belə bir maraqlı fikirlər var idi sosial şəbəkələrdəki. Körpünün o tayında çəkilən aktyorlar daha çox parladılar, nəinki Amil Qasımov. Amil Qasımov kölgədə qaldı. Yəni bu kölgədə qalmaq, siz elə hesab edirsinizmi ki, kölgədə qaldınız həmin serialdan sonra? Ya da qaldınızsa da bu sizə aktyor kimi necə təsir elədi? Mən ümumiyyətlə düşünmürəm ki, heç vaxt özüm haqqında mən kölgədə qaldım və yaxud işığa çıxdım. Mən bir yerdə işləyirəmsə, ora işləməyə gedirəm. Və bacardığım, həqiqətən eləmək istədiyim, öz ürəyimdən gələn, əlimdən gələn, bacardığım qədər nə eləyirəmsə, bunu sidq ürəklə eləməyə çalışıram. Başqa heç bir şey güdmürəm. Bu məni parladacaq, bu məni neynəyəcək, bu mənim yəni bəlkə də əksinə mənim özümlə bir mübarizəm var ki, mən elə oynayacağam ki, mən parlamayacağam. Niyə? Belə bir deyim də var axı ki, yaxşı əsgər odur ki, general olmaq istəsin. Siz niyə parlamaq istəmiyorsunuz? Axı siz aktyorsunuz. Bəlkə mən Allah olmaq istəyirəm. Əstəğfurullah. Niyə əstəğfurullah? Niyə? Çünki nə var ki burada? Həqiqətən. Yəni mən başa düşürəm ki, bəli, bu mənim iddiasızlığım kimi görünə bilər. Bu mənim ən böyük iddiadır, iddiasızlıq. Bilmirəm, hansısa yaratmaz nələrimsə kimi də görünə bilər, amma mən özümə bunu icazə vermişəm ki, tanınmaq istəmirsiniz. Yox. Sadəcə aktyor başqa necə ola bilər ki? Mən başqa formasına əxlaqlı baxa bilmirəm. Yox, gəlin belə deyək də Amil bəy. Tamam, aktyorsunuz və sevilmək axı sizdə istəyirsiniz. Siz tamaşa oynamaq istəmirsiniz. Yaxşı, bu sənət... Niyə? Aha. Çünki bax, mən çox üzr istəyirəm. Bu da sizə olan sayğımdandır ki, mən istəyirəm sizinlə dürüst olun. Təbii, təşəkkür edirəm. Ümumiyyətlə mən hər yerdə belədir. Əgər o şey bu özdə mənim subyektiv özümün şeyim deyil. Mən bunu nədənsə öyrənmişəm və xoşuma gəlib istəmişəm mən də elə olum. Amma öyrəndiyim şey başa düşmüşəm ki, çox ali bir yerə aiddir, nədir. Mən anlayıram, sənətçini sevərlər, bu normadır, bu normanı mən niyə özümə bir şey qoymalıyam? Standart qoymursunuz onu özünüzə. Standart yox, adını standart qoyuruq, amma o sən demə bir monster kimi hər zaman mənim varlığıma elə bir hakim olur da. Niyə mənim nəyimə lazımdır? Rahat yaşayıram da. İşimi görürəm, sevdiyim işimlə məşğulam.
gedirəm, orada dostlarla, burada belə, bugün burada. Bundan böyük hansı hədiyyə ola bilər, qazanc ola bilər? Və nədir məsələ? Çünki mən ondan da gözəl bir şey tanıyıram. Ona görə çox özümü o şeyə əsir eləmirəm. Yenə deyirəm, sənətçini sevərlər, sənətçiyə rəğbət bəsləyərlər, sənətçiyə sayğı duyarlar. Yəni küçədə kimsə sizə yaxınlaşsa, Amid bəy, sizin oyununuzu gördüm, heyran oldum, sizi çox Mən bəyəndim. utanaram. Mən utanaram. Aktyor üçün utancaqlıq nə qədər böyük avantajdır? Mən bilmirəm o nədir, amma mən beləyəm də. Yəni bu utancaqlıq həyatda dəhşətli dərəcədə çoxdur. Bu hansısa formada o peşəyə də yansıyır, gəlir və buna mən özüm icazə verirəm. Çünki eyni dərəcədə mən özümü çox abırsız sayıram peşədə, müəyyən şeylərdə də belə. Amma hər hansı halda mən fikrimi tamamlayım. Siz o qədər maraqlı şeylər deyil, hamısının içi dolu mövzularla belə. Yəni mən bir gün başa düşəndə ki, sevmək deyilən bir gözəllik var. Mən başqa şeyi bacarmaq istəmədim sadəcə. Tamaşaçı deyirsiniz, falan deyirsiniz. Əgər o məni sevirsə, mən dəqiq bilirəm ki, bunu mən eləmişəm. Təbii sizin qazancınız. Bu, bax, mənim qazancımdır. Amma nədir? Bunu mən özümə, öz peşəmə, öz həmkarlarıma, öz işimə münasibətimdə yaratdığım sevginin sanki belə bənzətməklə desək bir dalğası tutub onları. Və birisi bir insana filan mənada belə məzmun verdisə, o onu möhürləyir belə ki. Siz mənə hansısa bir bəri başdan pis əməlimi sizə desələr filan, siz o adama deməzsiniz ki, ayıb deyil, niyə onun sən şəxsi qüsurunu mənə açıb deyirsən, o sənə açıb deyib də və sən niyə ayıb deyil onu danışırsan mənə özdə, sən necə insansın, mən necə güvənim sənə, düzdür? Bax, bu da o sayaq bir şeydir. Bu da elə bil o sayaq bir şeydir ki, yəni mən utanıram da bu şeyləri danışmağa. Məndən asılı deyil ki, yəni bu mənim bilmirəm, məni belə əkib, belə doğub atamalam, yəni başqa cür mən anlamıram. Mən başa düşürəm ki, bax, sevmək çox gözəldir. Amma çünki bilirəm ki, o tərəfdə də çox ciddi sağalmaz xəstəlik var. Sevilmək, Ulduz xəstəliyinə tutulmaq istəmirsiniz. Filan. Çünki bilirsiniz, çox üzr istəyirəm, bir dənə bunu da deyim. Yəni, axı, dünyada buna bərabər ikinci bir insanın ruhunu sevgi ilə dolduran, insanın ruhunu bütün xəstəliklərdən azad eləyən, dünyada bundan o tərəfə bir mən peşə tanımıram. Elə bilirəm ki, Allahdan sonraki həqiqətdir bu. Aktyor sənəti. İndi aktyoram deyə deyirəm, o rejissoraysa deyərəm, nə bilim, o da onun üstündə bir şey. Yəni, həqiqətən bu işlə məşğul olmaq mənim aləmimdə, yəni hər işdə olur da qüsursuz iş olmur filan. Amma doğrudan da bu bir sevdiyi ziyarət eləmək kimidir. Bu bir Allahın ətəyinə toxunmaq kimi adamın dünyasında belə bir şey yaradır. Yəni mən belə məşğulam, bilmirəm, ola bilər qəliz olsun, amma bilmirəm, bəlkə də elə o qəlizliyimdəndir ki, yəni siz deyən kimi də ki, belə mən daha da belə onu qəşəng deyərdim ki, adama yovuşmaz. Orada Amid bəy, sənətə olan sevgidən danışdınız. Bəs sizcə aktyorluqla şizofreniya arasında çox böyük çizgi var, yoxsa yox? Çünki fikrimi tamamlayım. Demisiniz bir müsahibənizdə ki, real həyatdan inciyəndə, küsəndə, yəni oradan zövq alıram işimdən, sənətimdən. Təxmini belə bir fikir. Bu sualınıza mən belə cavab vermək istəyirəm. Bir məsələyə hansı məzmunu verirsənsə, hansı mənanı belə yükləyirsənsə, neynəsən də o sənin üçün
o cür olacaq. Amma mən düşünürəm ki, təbii ki, dünyanın çox böyük simaları, belə adları sənət haqqında çox belə həqiqətən mənə yöndəmsiz gələn belə şizofreniya ilə bağlı nələrsə deyiblər, eləyiblər. Mən qətiyyən elə düşünmürəm. Mən düşünürəm ki, sənətlə, ələlxüsus aktyor sənəti ilə dünyanın ən sağlam insanı məşğul ola bilər və olmalıdır. Əlbəttə, zəlzələdənmi, vəlvələdənmi xəstə-xüstəni gətirib o işə pərçimləyəndə axırda başqa nə deyək ki, gördüyümüz şizofrendir, amma peşəsi aktyor sənəti. O təəssürat yaranır ki, aktyorlar şizofreniyadan əziyyət çəkirlər. Mən deyərdim, böyük əksəriyyət əslində əziyyət çəkir. İndi mən başqa cür düşünmürəm, çox səmimi deyirəm. Başqa cür düşünmürəm. Yox, əgər mənim də hansısa bir həyatdır, nələrsə yaranırsa mənim həyatımda, dünyamda, təbii ki, mən həmən onun üzərinə almalıyam, həmən başa düşməliyəm ki, burada nəsə bir ciddi bir problem baş verib. Çünki normal orqanizm kimi də, ora nəsə düşürsə, səndən qabaq o özü başlayır iş görməyə. Sən də düşüncə baxımından, axı başqa cür varlıqdır insan həm də. Sənin özün eləməli olduğunda şey var axı ki. Yəni o barədə də mən elə bilirəm ki, özümə qarşı ayığam. Amil bəy, son oynadığınız obrazdan danışdıq az öncə, Nazimlə, Tilovdakı Nazimlə. Şizofreniyadan danışmışkən, Amillə Nazimin arasında nə qədər oxşarlıqlar var? İlk sual həmişə məndə belə olur. İstənilən Obrazla bağlı. Rol üzərində belə də işləyəndə, düşünəndə baxıram, budur, aydındır. Və həmən onu özümə bənzətməyə başlayıram. Görüm onun məndə hansı oxşarlıqları var. Bu çox sıradan bir şeydir, adi bir şeydir, amma mənə həmişə maraqlı gəlir. Mənə nə qədər oxşarlığı var. Çox qəribədir. Mən ona eşq xəstəsi kimi baxdım. Nazimə. Hə. Diaqnozunu dəqiq belə qoydunuz yəni. Hə, belə qoydum. Çünki elə şeyi çox təəssüf ki, həmişə xəstə deyirik biz, amma bu o xəstədən deyil də. Bu başqa bir xəstəlikdir, bu nədirsə. Şizofreniya da deyil, belə düşünürəm. Çünki sonra baxanda ki, qoy görüm bir Amid nə deməkdir. Orada da açan kimi baxam ki, bu da yazılıb eşq xəstəsi. Bağlantını belə tapmısınız yəni. Və təbii ki, mən deyə bilməzdim. Mən elə bir vəziyyətdə mən onun elədiklərini eləyərdimmi, eləməzdimmi? Mən bunu yaşamamışam. Yaşamamışam və deyə də bilmərəm. Amma təbii ki, insan düşünür ki, hər hansı bir çıxılmaz bir vəziyyətə düşəndə orada ləyaqətlə çıxsın, dürüst olmağa çalışsın. Nazim bunu edir. Və o tərəfində biraz elə bil ki, təbii ki, yazılan şeylə götürsək, biraz məsələ ayrı istiqamətə gedirdi. Mən çox təşəkkür eləmək istəyirəm Emil Quliyevə ki, bir çox məqamları ilə həmin Nazim üzərində mənim istəyim, mənim hətta xahişim sayəsində onu və razılaşdı da və onu belə Nazim olmağa o da bir dəstək oldu. Yəni təklifinizi verdiniz rejissorla məsləhətləşdik, Təbii ki, mən istəyirəm bu bax belə bir şey, amma əsaslandırdım da niyə görə. Məsələn, əvvəlki o yazılan bildiyimiz cəmiyyətdə gördüyümüz hamının bir mənalı anladığı polislə çox bənzər idi. O isə mənə maraqlı gəlmirdi və mən inanırdım ki, polis o deyil.
Daha soyuqqanlı və insanlara küçədəkindən maraqlı heç bir polis şeyi göstərə bilmərik biz. Göstərə bilməriksə niyə oradakını bura daşıyaq? Gəl biz elə bir şey eləyək ki, əksinə polis qardaşlarımız baxsın desin ki, elə bizik də. Elə bizik də. Sosial şəbəkələrdə belə bir məqam da müzakirə olundu. Normalda hamı polis obrazında Hikmət Rəhimov axtardı. Siz o düşüncəni dəyişdirə bildinizmi sizə görə? Yəni polis tək Hikmət Rəhimov olmaya bilər. Amid Qasımov da onu kifayət qədər yaxşı canlandıra bilər. Hikmət Rəhimov mənim çox sevdiyim bir aktyor, çox sevdiyim bir qardaşımdır. Mənə əksinə xoş gəlir. Ki, yəni bax, qoy desin ki, ona da mən başqa cür baxıram, çünki başqa cür mən rəqabət tanımıram, onu da deyərəm mən sizə Vəsələ xanım. Yəni burada axı vacib olan bir nüansı var ki, Emil Quliyevlə məndən daha əvvəl işləyib Hikmət Rəhimov. Və həqiqətən onun bir neçə işində çox parlaq və çox yaxşı bir iş qoyub ortaya. Çünki həqiqətən Hikmət öz istedadına, öz bacarığına uyğun hansı işdə çəkilibsə, orada bacardığı qədər, yəni işinin keyfiyyətli olunmasına addım atıb cəhd eləyib. Və mənim özüm üçün maraqlı olardı ki, mən özümə baxmaq belə, mənə baxmaq yox, işləmək daha çox maraqlıdır. Proses. Hə, amma məsəl üçün mənə maraqlı gəldi ki, yoldaşlardan da deyən oldu da belə. Mənə maraqlı gəldi ki, hə, deyirlərsə o maraqlıdır. O məsələn, görəsən necə oynayardı onu? O necə yanaşardı? Onu Hikmətin nazimi necə olar? Hə, yəni o necə həll eləyərdi bunu? İndi oynamaq o qədər, yenə deyirəm, o bayaq özümə aid dediyimə görə, yox elə oynamaq, yəni o qədər maraqlı deyil, amma maraqlı mənə nədir? Bunu necə həll elədi bu? Həll eləməsi maraqlıdır. O oyuna o həldən 10% də gəlib çıxa bilər, 5% də yolda itə-itə gedə bilər. O da amma sən necə həll eləmisən? Bir çox həyati situasiyalar kimi də, yəni həqiqətən, yəni bu baxımdan mənə çox təbii ki, maraqlı gəlirdi və qaldı ki, rəqabət məsələsi, məsələn, mən heç vaxt özümdən başqa rəqib tanımamışam və tanıyacaq qədər də özümü əxlaqsız hesab eləməmişəm. Çünki ona çox böyük ədəb şeyində, dışında baxıram. Çünki məndən pis adam kim ola bilər ki, mənə zərər verə biləcək? Təbii, insanın özündən başqası yoxdur. Yəni, bax, o tərəfə daha çox bilmirəm də, meylliyəm və işimə də elə o tərəflərimi elə bilirəm, gətirirəm. Yəni, bu baxımdan və özümə rəqibliyim çox maraqlıdır ki, çox vaxt özümə də uduzuram. Bu hərdən mənə kədərli gəlir, hərdən belə sevinirəm. Qarışıq hallar yaşayıram belə. Çox maraqlıdır əsas onu deyim ki. Bu məqamda mənə maraqlıdır ki, Amid Qasımovun müəyyən bir hədəfi varmı? Özünün ən yaxşı, belə deyək də, versiyasını indi dəbli biraz belə bu formada işlədirlər. Özümün ən yaxşı halımı, ən yaxşı versiyamı yaradım və yaxud onu xəyal edim, ona çatım. Yəni bu haqqda da düşünürsünüzmü? Bir hədəf varmı? Təbii ki, yaradıcı prosesdən söhbət gedir. Mən ola bilsin ki, buna bir hədəf gözü ilə də baxmaq olar, amma mən düşünürəm ki, mən bu peşəni seçmişəmsə, belə deyək də, o türklərin bir yaxşı sözü var, deyir, kişi bir işini, bir eşini doğru seçər. O doğru olmayanda bilirsiniz də, onun əks tərəfi professor zad olursan, nəysə. Amma mən düşünürəm ki, mən hər iki
dediyim seçimdə uduzmamışam. Çünki mən öz seçimimi həmən ortaya qoymamışam və imkan yaratmışam ki, mən seçilim. Və o iki şey elə zənn edirəm ki, məni seçiblər və inanmışam ki, və məndən heç vaxt vaz keçməyəcək. Çünki o vaz keçməməyin də qarşılığını mən heç vaxt itirmərəm. Mənə qarşı olan o yaxşılığın borcundan heç vaxt çıxa bilmərəm. Bu mənada mən də seçdiyim işim, necə ki, ailəm mənim belə deyim, namusumdur. Peşəm də, məşğul olduğum iş də mənim həqiqətən namusum kimidir. Və buna xələl gətirəcək hər şeyi mən bacardıqca daha da inkişaf elətdirib və düşünürəm ki, bu mənə aid deyil, bu mənim deyil, mən heç özümün də deyiləm. Çünki bəri başdan bu sənətdir. Necə demək olar ki də, yəni mən əgər həqiqətən özümü sıradan bir aktyor hesab eləsəm də, amma mənim axı kimlərəsə borcum var məsələn, belə düşünürəm. Yəni necə ki mənə gecə-gündüz dəstək olan böyüklərim olub, mən onların, nə deyim, hər işimdə onların elə bil həm də varlığını daşıyıram özümdə ki. Yəni bax mən başqa cür iş görməməliyəm ha. O pis ola bilər, sevilməyə bilər, falan ola bilər, amma o əxlaqlı bir iş olmalıdır. Yəni ona gətirmək istəyirəm ki, mən həmişə gənclərə çox belə sayğım var mənim. Siz də gəncsiniz. Yox, təbii ki, deyiləm. Yox, hələ ki gəncik. Amma demək də olar. Amir bəy, fikrinizi tamamlamak üzr istəyirəm, bir kəlmə ilə tamamlayım. Yəni bu ölənə qədər bilirik ki, bitən şey deyil. Mən bir dənə şey deyə bilərəm ki, mən bilmirəm nəyi tapmışam. Tapdığımı da həmən geridə qoyuram və başqasını axtarmağa başlayıram. Bu daha maraqlıdır. Amma dəqiq bilirəm ki, çox inanıram ki buna ki, mən sadəcə yolumdayam, yəni yolumu tapmışam. Bilirsiniz, bunu qarışdırmaq lazım deyil. Ola bilər, hələ mən özüm yoxam. Hə. Amma o getdiyim yolu tapmışam da. Nədir o? İncə bir yol. Hə, nədir o? Əxlaqlı olmaq, peşəkar sənətçi kimi, ləyaqətli olmaq, mənəviyyətli olmaq, dürüst olmaq, məsuliyyətli olmaq və qarşıva çıxan işi də həmişə sidq ürəklə işləyib təhvil vermək. İndi o məndən axırda nə düzəldəcək, onu da inşallah zaman göstərəcək. Öləndən sonra onu... Amir bəy, sosial şəbəkələrdə sizin Fuad Poladovla bənzərliyiniz də çox müzakirə olundu. Bu yəqin ki, sizin onun gənclik illərinin də oynadığınız Küçələrə Su Səpmişəmdən də irəli gəlir. Fuad Poladovun kölgəsimi, yoxsa Amir Qasımovun özünün təsdiqimi? Yəni Fuad Poladovun kölgəsində gizlənməkmi? Həqiqətən çox bənzəyirsiniz. İndi baxdıqca mənim də canlanır gözümdə. Onu o gün bizdə teatrda da balaca bir şey çəkəndə verildi o sual. Mən necə deyim ki, yəni Vicdanlı, bayaq dediyiniz yox, təbii başqa cür ola da bilməz. Təbii bu şərtdir ki, ilk dəfə Allah can sağlığı versin Akif Rüstəmov, bizim kinomuzun, ona ikincilərin birincisi deyirlər. Kinomuzun həqiqətən sütunudur. Belə deyək, o məni tapdı, seçdi. Küçələrə Su Səpmişəm filmində Fuad Poladovun gəncliyini oynamaq üçün. Film çəkildi, oldu, bitdi. Mən heç onda Fuad Poladovu görməmişəm o çəkiliş zamanı da, heç bir şeydə görmüşəm, filmin təqdimatında. Yəni biz bir yerdə olmamışıq belə. Çünki adətən dünya kinosunda da belə bir şey var da, əgər iki nəfər oyuncusu olurlar, bir arada işləyirlər nəsə, necəsə. Yəni bizdə olmamışdı elə bir şey. Təbii ki, o mənim ən
film haqqında heç nə, aktyor filmlər çəkilmək falan belə heç bir şey bilmədiyim bir dönəm İlk idi. filminiz? İlk filmimdir. Birinci kursdan təzədə qəbul olmuşdum. Və bir daha can sağlığı arzulayıram mən özümə həqiqətən bir böyük hesab elədiyim ustad saydığım Vidadi Həsənovu. Müəllim, yəni gecə-gündüz mənim üzərimdə onu danışdı, mənə nələrsə elətdirdi, öyrətdi, başa saldı. İstənilən halda da nə baş verərsə, necə davranmaq, necə eləmək. Və mən o filmi, yəni müəllimin dəstəyi ilə o cür yəni oynadım və ondan sonra da müəyyən dövr oldu ki, bir çox işlərdə də ondan hansısa qardaşı roluna məni götürürdülər və yaxud oğlu roluna belə də olub, filmlər olub dayanıb məsələn. Amma yəni insanlar da buradan görüb şey eləyir və bu gəldi bu axırıncı işdə də belə. Mən həqiqətən bu indi nə edə bilərəm? Mənim işim deyil. Bax, mən bilirəm ki, mən onu indi də çox istəyirəm Fuad Poladovu. Təbii ki, biz də çox Mənim üçün o bu dəqiqədə, yəni mən sevirik. nə deyək, o yaşayır, onun o biri fiziki ölümü həqiqətən mənim üçün başqa cür qavrayıram onu. Çox böyük insandı, şəxsiyyət idi mənim üçün. Çox böyük aktyor idi. Mən özümün məsuliyyətdə, məsəl üçün, deyə bilərəm ki, oxşarlıq var da və yaxud işinə münasibətdə başqa necə olmaq, buna oxşarlıq deyirlər bəyən falan. Amma başa düşürəm ki, hamı fiziki, belə zahiri görkəmə daha çox şeylər. Amma orasını da deyim ki, and olsun Allaha ki, burada mənlik bir iş yox. Bəlkə də biraz şansdır, bilmirəm. O da ola bilər. Bu tərəfdən baxsaq deyərdim ki, nəinki şans. Çünki hər halda bu mənə xoş da ola bilər. Bu mənə xoş olmaya da bilər. Çünki hər kəsin öz yolu var axı. Nə mən Fuad Poladovun yolunu getmirəm. Bənzədən də müqayisə edirlər istər-istəməz. Nə mən indi oyunda da nələrsə oxşaya bilər, filan eləyə bilər. Əgər nəsə onu andıracaq bir şey varsa, o şey onun səhvi deyil, mənim qüsurumdur. Çünki gərək mən elə eləyəm ki, çünki mən işləyəndə mən nəzərə almamışam ki, Fuad Poladov oxşuyursan ha burada belə eləyəndə. Mən necə eləyim onu? Mən demişim, bu mənim işimdir, işləyirəm. İndi kimsə belə görür, oradan görür, buradan. Ona görə adını çəkdiyimiz rejissor Nicat Feyzullayevin. Bəli. Allah ona da rəhmət eləsin. Allah rəhmət eləsin. Film həqiqətən çox uğurlu filmdir mənə görə. Çox yəni film deyiləcək bir filmdir, yəni həm də o dövr. Biraz ləyaqətli bir işdir. Kinonun o çətin dövrləri film çəkilişin. Deməli, həm orada elə gətirib ki, şans oynamışsınız Fuad Poladovun gəncliyini canlandırmışsınız, həm də istər-istəməz Nazim rolunda da çox kommentarilərdə, YouTube-da olan kommentarlarda birinci növbədə bir çoxuna baxmışam mən də, bəli. Əsasən odur ki, Fuad Poladova necə də bənzəyir. Mən bu şans məsələsinə dair bir şey deyim. Bax, ola bilsin bu başqa hansısa mənim anlamadığım bir tərəfdən şans kimi ola bilər. Amma mənə görə burada şans məsələsi belədir mənim üçün ki, mənə daha maraqlı olan, yəni şansın məni seçməsinə mən heç vaxt icazə vermirəm. Bir çox hallarda olub ha, həqiqətən ona başqa gözlə baxsaq, deyər ki, bu şans idi, niyə belə axı, sən niyə belə filan. Mən o məqamlarda, yəni, misal üçün, mən o şeydən imtina edirəm, deyirəm, bu şanslı yox. Amma maraqlıdır da, adam, yəni mən özümdən başqa heç kimlə oynamıram. Yəni öz dünyam, öz fikirlərim, öz vərdişlərim, belə. Yəni mən şansı yaratmağı maraqlı sayıram. Özünüz özünüzə şans. Özüm özümə şans verim və yaxud özüm üçün bir şans yaradım. Bu çox mənə belə şey, həyəcanlandırır həmişə. Çünki çox maraqlı bir şeydir o, proses var orada. Nəinki sən kimsə belə
Abiyaş. Əmid bəy, yekun olaraq tilova qayıtmaq istəyirəm. Tamaşaçı olaraq tilovu izləyən zamanı çox maraqlı gəldi. Görəsən Nigarın başına gələn hadisələri Asif yox Nazim görsəydi, Nazimin xarakterincə hekayə bu hala gəlib çıxardımı sizcə? Yox, təbii ki, mənə elə gəlir ki, gəlməzdi. Çünki Nazim, yəni ona görə belə Nazim oldu ki, o Asif olmadı. Yəni Asif də ona görə Asif oldu ki, o Nazim kimi ola bilmədi. Heç məsləhət də deyildi, amma bir dostluq məsələsi vardı orada. Yəni sadəcə olaraq ümumiyyətlə mən heç istəməzdim o filmin sonu elə qutarsın, elə bitsin. Yəni mən film Emil Quliyevindir. Yəni onun bütün istəkləri falan hamısına çox hörmətlə yanaşıram və amma mənim gücüm ancaq öz rolum şeyində çıxdı ki, məsələn mən belə deyək də istədiyim kimi o gəldi və bitdi o rol. Ansambl tamamlandı. Amma söhbət ondan gedir ki, axı hekayəni bu istədi ki, belə bitsin, belə gəlsin, belə olsun. Axı dedik orada mövzularla doludur. Məsələ də dostluq məsələ. Bunun dostunu orada məsələn deyək də gözünü qapatması, neçə illik, 35 illik dost falan. Çox ağır səhnələr. Yəni amma çalışdıqca da səhnə də ağırdır. Mən də onu ağır eləsəm, onda nə olsun? Harda sevinəsən, harda bir için belə bir rahat nəfəs ala. Ona görə biraz belə də sanki üzdəki mənaya xidmət eləyəcək səviyyədə, amma bir dostluq borcu da olsun ki, belə də. Tilovun uğuru hekayə idi yoxsa aktyorların seçimi? Tilovun uğuru deyərdim ki, Emil Quliyev idi. Deyərdim ki, Məhəmməd Osmanov idi. Bəli. Çox demək istədiyim adlar var ki, bax, bizlə birlikdə çalışan, həqiqətən gecə-gündüz, bax bunu yaradıcı heyət. Belə bilin, gecə-gündüz, yəni gün ərzində 2 saat yatmaq söhbəti yox idi. Bax, bizim rəssamımız Aytən xanım vardı. Qrim üzrə rəssam Sevda xanım vardı. Sonra İradə xanım vardı. Ondan sonra İradə xanım. Bizim geyim rəssamımız Leyla xanım vardı, Ləman xanım vardı. Sonra Nərmin xanım vardı, gecə-gündüz bizi çəkən, müəyyən də o şeyləri. Bax, həqiqətən film, bax, elə bilirəm ki, bu qadınların sayəsində ərsəyə gəldi. Çünki hər kişi 5 gün, 10 gün yatmaz. Amma bu hər qadının kişiliyinə deyil, işi deyil, işinə deyil. Və bu qadınlar gecə-gündüz yatmadan o 25-1 ay yaxında bizlə eyni plaşatkada dayanmadan çalışdılar. Bax, mənə elə gəlir ki, bax, bu işin hamısının uğuru ora aiddir. Görünən tərəfdən daha çox görünməyən tərəfə aiddir bu işin uğuru. Əgər həqiqətən də uğurudursa, biz hələ belə dəqiq anlaya bilmirik. Yox, məncə uğurudur. Hər hansı halda və təbii ki, eyni məqamda, eyni, yəni cür desəm, mən öz həmkarlarımı da ürəkdən hamısını bağrıma basıram, öpürəm. Başda Kəmalə xanım olmaqla. O da çox hədsiz dərəcədə ağır bir proses keçdi və çox da həqiqətən belə maraqlı bir iş çıxartdı ortaya. Və bütövlükdə nədir, həmkarlarımı mən təbrik eləyirəm. Bax, hələ də indi fürsət yaranmayıb hamısını bir yerdə. Sizin vasitəvinizlə çox sağ olun ki, siz də buna vasitə oldunuz. Və bütövlükdə götürsək, həqiqətən o boyda işi giləysiz, güzarsız, heç bir kəs bir-birinə ağır söz demədən, eləmədən başlayıb və bitirməksə, mən deyərdim, bütövlükdə bir həqiqətən eşqin, bir komandanın eşqinin göstəricisi, o eşqin nə idisə, insanları əgər valih olublarsa, o eşqdən valih olublar, heyran olublarsa, eşqdən heyran olublar. Sadəcə burada da bir hekayədir də, filmdir, bir süjetdir, gedir, ona da belə tamaşa eləyiblər. Elə biliblər ki, güya hekayədən təsir edir. Mən elə düşünmürəm. Mən düşünürəm ki, rejissor elə bir ki, orkestrın dirijorudur da, belə desək, yəni ona olan inamla. 100%. Emil Quliyevin
komandasında mən ikinci işimdə işləyirəm. Yəni hər zaman heyranlıqla ayrılıram. Nə gözəl. Hər zaman. Təşəkkür edirik Amil bəy, dəvətimizi qəbul elədiniz. Çox xoş oldu. Minnətdarıq. Yaradıcılıq uğurları arzu edirik sizə. Mən sizə çox-çox təşəkkür edirəm. Bax, həqiqətən mən özümü çox etibarlı bir yerdə hiss elədim bu neçə dəqiqə ərzində. Çox güvəncli bir yerdə hiss elədim və çox sevgi dolu bir yerdə hiss elədim. Buna görə mən sizə təşəkkür edirəm diqqətiniz üçün. Çox sağ olun. Bu arada qeyd edim ki, Forum Baku Telegram kanalına abunə ola bilərsiniz. Əgər siz iş elanlarına baxmaq istəyirsinizsə, işçi axtarırsınızsa və yaxud öz elanınızı yerləşdirmək, öz CV-lərinizi, hətta əl işlərinizi belə daha geniş auditoriyaya çatdırmaq istəyirsinizsə, Forum Baku Telegram səhifəsinə abunə ola bilərsiniz. Sağ olun, təşəkkürlər. Gələn görüşədək.